Qaynanamdır deyə demirəm, şəxsən ən dadlı paxlavanı özü hazırlayır. Qəribəsi də odur ki, ərzaqların dəqiq miqdarından istifadə etmir. Amma məncə belə dadlı olmasının sirri var. Xəmirin hazırlanmasında qaymaqdan istifadə etdi. Yumurtaların da ikisini bütöv halda, digərlərini isə yalnız ağından istifadə etdi. Və xəmirin açılmasında unla qarışıq nişastadan da istifadə olundu. Düşünürəm ki, nişasta xəmirin daha nazik açılmasına köməklik etdiyi üçün paxlavanın dadı daha da qəşəng olur. Üzəri üçün yalnız yumurta sarısı və yağ qarışımı çəkdi. Sobada 5-10 dəqiqə bişirdikdən sonra yağı daha sonra əlavə etdi. Və ən əsası isti paxlavanın üzərinə soyuq şərbətdən istifadə olundu. Hazırlayan hər kəsə nuş olsun. Bundan sonraki bütün bayramlarda süfrələriniz bol və bərəkətli olsun. Hər birinizin bayramını təbrik edirəm. Videomu bəyənib yaddaşa verməyi unutmayın. Hələlik. Göydə məhəbbət yağar bayram axşamı.